19-cu hissə. Çəhrayı rəngli reallıq. Immanuel Kant. Əgər siz ətrafınızı çəhrayı rəngdə göstərən bir eynək taxsanız, gördüyünüz hər şey çəhrayı rəngə boyanar. Eynək taxdığınızı unuda bilərsiniz, lakin o yenə də bütün ətrafı sizə çəhrayı rəngdə göstərəcək. Immanuel Kant bizim hamımızın dünyanı buna bənzər filtrdən keçirməklə dərk etdiyimizi düşünürdü. Filtr insan beynidir. Bizim ətraf aləmi necə qavramamızı və cavab reaksiyamızı da o müəyyən edir. Qəbul etdiyimiz hər bir informasiya beynimizdə yer alır və analiz edilməsinə müəyyən vaxt sərf edilir. Kanta görə isə bunun səbəbi sadəcə reallığın belə olması deyildi. Bütün məsələ beynimizin bu işdə oynadığı rolla bağlıdır. Dünyanın həqiqətən necə olduğunu əslində biz bilmirik və eynəyi çıxarıb baxmaq imkanımız da yoxdur. Biz bu filtrə ilişib qalmışıq və əgər o olmasaydı, biz ümumiyyətlə heç bir şey anlaya bilməzdik. Gücümüz yalnız onun mövcudluğunu və bizə necə təsir etdiyini anlamağa çatardı. Kantın öz beyni çox məntiqli və sahmanlı idi. Onun həyatı da bu cür idi. Heç zaman evlənməmişdi və gününü ciddi bir qrafika salmışdı. Vaxt itkisinə yol verməmək üçün qulluqçusuna onu hər gün səhər 5-də oyatmağı tapşırmışdı. Çay içib siqaret çəkdikdən sonra işləməyə başlayardı. Çoxlu sayda kitablar və esselər yazdığından yetərincə məhsuldar idi. Sonra universitetə gedib mühazirə oxuyardı. Günortadan sonra hər gün mütləq şəkildə saat 16:30-da gəzintiyə çıxıb, küçədə 8 dəfə o baş bu başa gəzişərdi. Doğulduğu və yaşadığı Königsberg şəhərinin sakinləri saatlarını onun gəzintisinə uyğun qurardılar. Bir çox filosoflar kimi o da vaxtının əsas hissəsini bizim reallıqla hansı əlaqədə olduğumuzun dərkinə sərf edirdi. Bu, öz növbəsində metafizikadır və Kant tarixin ən dahi metafiziklərindən biri sayılır. O, düşüncələrimizin hüdudlarını, dünyanı haraya kimi anlaya biləcəyimizi araşdırmağa xüsusi maraq duyurdu. Bu fikir onun bütün varlığına hakim kəsilmişdi. Ən məşhur kitabı olan Təmiz İdrakın Tənqidi adlı kitabında o bu hüdudları araşdırmışdı. Kitab heç də asan oxunulan kitab deyildir. Kant özü kitabın quru və qəliz dildə yazıldığını bildirirdi və haqlı idi. Kitabı tam anlaya bildiyini iddia edə biləcək bir neçə adam çətin tapılar. Kitabı oxuyanda sanki qatı söz yığınından ibarət dumanda hərəkət edirsən və hara getdiyini anlamırsan. Yalnız ara bir zəif gün işığı düşür. Lakin əsas dəlil kifayət qədər aydındır. Reallıq necədir? Kant bizim reallığı tam aydın şəkildə heç zaman görə bilməyəcəyimizi düşünürdü. Onun nominal aləm adlandırdığı qeyb dünyası haqda heç zaman birbaşa bilik əldə edə bilməyəcəyik. Nominal sözünü bəzən tək, bəzən isə cəm halda işlətsə də, əslində bunu etməməli idi. Çünki biz reallığın tək və ya cəm halda olduğunu bilmirik. Daha dəqiq desək, biz nominal aləm haqda ümumiyyətlə heç nə öyrənə bilmirik. Fenomenal aləm, yəni bizi əhatə edən dünya haqda isə duyğu orqanlarımız sayəsində məlumat toplaya bilirik. Pəncərədən bayıra boylanın. Gördüyünüz hər şey fenomenal aləmə aiddir. Torpaq, ot, binalar, avtomobillər və s. Biz yalnız fenomenal aləmi görə bilərik. Nominal aləm isə bizdən xəbərsiz mövcud olur. Bu, daha dərin səviyyələrdə baş verir. Həqiqətdə mövcud olan həmişə bizim üçün əlçatmaz olacaq. Lakin biz dərin düşüncə vasitəsilə elmin bizə verəcəyi məlumatlardan biraz artıq məlumatlar əldə edə bilərik. Təmiz İdrakın Tənqidi kitabında Kantın öz qarşısına qoyduğu əsas sual sintetik düşüncə necə mövcud olur sualıdır. İlk baxışdan bu sual mənasız və anlaşılmaz görünür. Bunu anlamaq üçün biraz izahat tələb olunur. Əsas ideya isə əslində bir o qədər də qəliz deyil. Öncə sintetik sözünü izah etmək lazımdır. Kantın fəlsəfi dilində o sintetik analitikin əksidir. Analitik sözü mənası müəyyənləşmiş deməkdir. Misal üçün, bütün kişilər erkəkdir fikri bir mənalı olaraq doğrudur. Bunu yoxlamağa, isbat etməyə bir ehtiyac yoxdur. Çünki onlar erkək olmasaydılar, kişi də sayılmazdılar. Bu fikir məməlilər öz balalarını südlə əmizdirirlər fikri kimi isbata ehtiyacı olmayan bir həqiqətdir. Balasını əmizdirməyən hansısa heyvana rast gələndə biz onun məməli olmadığı qənaətinə gəlirik.
Analitik iddialar əslində bizə heç bir bilik vermir. Onlar sadəcə bizim ətraf aləmlə bağlı müəyyən etdiyimiz faktları vurğulayırlar. Sintetik bilik isə əksinə təcrübə və müşahidə tələb edir. Adlarda və ya şərhlərdə aşkar bəlli olmayan məlumatlar verir. Misal üçün limonun turş olduğunu bilirik, lakin bunu yalnız onun dadına baxmaqla müəyyən edirik. Limonun turş olması onun sadəcə limon olmasından bəlli olmur. Bunun üçün onun dadına baxmaq da lazım gəlir. Bütün pişiklərin quyruğu var, iddiası da sintetik iddiadır. Baxıb yoxlamadan bu fikrin doğruluğunu iddia edə bilməzsiniz. Çünki quyruğu olmayan pişik cinsləri də var. Və ya bəzi pişiklərin quyruqları kəsilmiş də ola bilər. Bu iddia bütün pişiklər məməlidirlər fikrindən fərqlənir. Bəs onda sintetik bilik haradadır? Gördüyümüz kimi əsas bilik təcrübədən asılı olmayan bilikdir. Təcrübədə yoxlamazdan öncə də biz onu bilirik və isbat edilməsi üçün hər hansı təcrübəyə ehtiyac yoxdur. 17-ci, 18-ci əsrlərdə təcrübədən keçirmədən ümumiyyətlə hansısa bilik əldə etməyin mümkünlüyünə dair mübahisələr gedirdi. Locke kimi bəzi filosoflar bunun mümkün olmadığını, bəziləri isə mümkün olduğunu iddia edirdilər. Locke hansısa təcrübəyə əsaslanmadan heç bir biliyin olmadığını və yeni doğulan uşağın beyninin tamamən boş olduğunu iddia edərkən, o məhz biliyin mövcud olmadığını iddia edirdi. Bu isə əsas biliyin analitik bilik olması təəssüratını doğurur. Kant isə belə hesab etmirdi. O, təcrübədən asılı olmayaraq dünyanın həqiqətini üzə çıxaran biliklərin mümkün olması fikrində idi. Buna görə də fikrinin ifadəsi üçün sintetik əsas bilik kateqoriyasından istifadə etmişdi. Sintetik əsas biliyə nümunə kimi Kantın özünün istifadə etdiyi 7+5 bərabərdir 12 bərabərliyini göstərmək olar. Əksər filosoflar bu cür həqiqətlərin analitik riyazi aksiom olmasına inansalar da, Kant 7+5 cəminin nəticəsinin 12 olduğunu əvvəlcədən bildiyimizə inanırdı. Əgər Kant haqlıdırsa, bu inqilabi bir sıçrayışdır. Bu vaxta kimi reallığın təbiətini araşdıran filosoflar, onu yaşadığımız təcrübələri yaşamamıza səbəb olan bir şey kimi qəbul edirdilər. Həmin həqiqət haqda sadəcə fərziyyələrdən başqa nə isə anlaşılan bir fikir söyləmək adama çətin görünürdü. Kantın kəşfi isə əsaslandırma vasitəsilə beynimizin imkanlarını genişləndirmək, imkanımızı və bu yolla yaşadığımız təcrübələri başqa bir bucaq altında görməmizi bizi aşılayırdı. Divanda oturub beynimizi tam gücü ilə çalışdırmaqla biz reallıq haqda doğru sayılan kəşflər edə bilərik. Amma onlar yenə də dəqiq bir şey sayılmaz. Məntiqi əsaslandırma yolu ilə o, dünyanın bizim gözlərimizə çəhrayı görünməsini kəşf etdiyinə inanırdı. O, yalnız bizim dünyanı çəhrayı eynək vasitəsilə gördüyümüzü deyil, həmçinin çəhrayının müxtəlif çalarlarını da kəşf etmişdi. Bizim reallığa qarşı münasibətimizin əsas suallarına qənaətbəxş cavab verəndən sonra Kant bütün diqqətini əxlaqi fəlsəfəyə yönəltmişdi.